Herkese salam. Kanalıma xoş gəlmisiniz. Əlimdə kofta var. Bu koftanı giyinəcəm. Sadəcə olaraq uzunluq, qolları belə kristiyankadır. Bağlamışam ki, birdən pudra falan olar. Makiyaj eləyirdim və tonal krem elədim. Üzümü konturladım. İndi göz makiyajımı eləyirəm və mən hara hazırlaşıram? Trendyolun keçirdiyi evimdə. Çox da belə makiyaj eləməyəcəm. Normal gündəlik etdiyim makiyajdır. Sadəcə gözü biraz daha tünd eləmək istəyirəm. Çünki əynim total black olacaq. Qara renk. Bilmirəm niyə. Bütün paltarlarım hamısı açıq rəngdədir. Mən də havaya baxdım, gördüm biraz belə boz, belə mən də ağ giyinsəm, belə bilmirəm. Çox yay kimi görünür. Ona görə düşündüm ki, artıq payız obrazına girim. Oralara fikir verməyin. Həmişə videolar çəkəndə bu hala düşür. Deməli, belə burada Beauty'nin paleti var məndə. Bax. İlk paletlərindəndir. Burada deməli nə rəngləri elədim. Hələ ki yalnız bu rəngi kölgəni dağıtdım. İndi digər paletdən elə bil bu rəngin yekədi palet göstərə bilmirəm. Həmən rəngin daha tünd, deməli korичневısına elə bil daha tünd. Sırf bu kirpiklərimin üstünə, amma yalnız qıraqlardan bildiniz, yəni bura eləməyəcəm. Və tuş eləyəcəm, kirpiyi falan yapışdırmayacağam. Son vaxtlar belə eventlara çox tez-tez dəvət edirlər. Elələri var ki, gedib bilməmişəm. Oxlar kimi belə çəkeyim. Çox uzun ox eləmək istəmirəm. Ümumiyyətlə, çox xoşuma gəlir. Sadəcə olaraq bugün səhər, daha doğrusu işlərim var idi. Onları həll elədim. Vlog da çəkməyə əslində elə bir planım yox idi. Amma dedim ki, sizə maraqlı olacaq. Çünki siz xoşlayırsınız belə bir şeyləri. Digər, məsələn, eventə gedəndə vlog çəkmişdim. Çox bəyənmişdik. Bir də götürürəm körlərə. Kirpiklərimi yaxşı bururam. Özümü bilirsiniz nə sifariş eləmişəm Temudan. Kirpikləri altdan yapışdırırlar. Tək-tək puçok kirpikləri. Ondan sifariş eləmişəm. Bu hələ mənim maskaralarımın yarısıdır. Vay, bu aşağı düşdü. Bilirsiniz nəyə yapışdırmışam telefonu? Bu nə? İki tərəflidir. Bunun da bu tərəfi silikondur. Salam. Bu da. Bayaqdan tuturdu. Nə oldu? Mən bu maskaranı eləmək istəyirəm. Çünki waterproofdur. Buradan orada ağlayıb eləyərəm. Olur da bəlkə yağış yağdı. Hər şey ola bilər. Çox qəşəngdir. Yəni həqiqətən waterproof. Yəni suya girin, çıxın, heç nə olmayacaq, nə yayılmayacaq, nə axacaq. Həm də ki, kirpiklərə baxın, necə uzadır. Yəni 2-3 dəfə elədim də. L'Oreal teleskopla eləyirdim. Bunun da fırçası dəhşət nazikdir də, baxın. Bundan belə bir dəfə, belə 2 dəfə keçirdim. Nazik, belə düz baxırdılar. Amma indi anladım, başa düşdüm ki, mənə belə yaraşır. Məsələn, belə kirpikləri daha çox bəyənirəm. Hətta baxın, hətta bitirəm məndə bu. Bir dəfə belə keçsəm, bir dəfə belədir. Amma var yəni. Elə mən bu tərəf elədim. Baxın, bir dəfə də bura. Yəni artıq görünür ki, kirpiklər qalxdı, amma mən bir neçə dəfə eləyirəm. Essence-ın yaşıl maskarasını da bəyənirəm. Amma onu axırı vaxtlar heç tapa da bilmirəm. Bilmirəm hansı originaldır, fake'dir. Elə oxşadırlar ki. Amma bu superdir. Bunu mən hələm 10-cu sinifdə olanda belə istifadə etmişdim. Yaxşı rəngliyim. Saçlarımı yudum. Evə gələn kimi səhər işlərim var idi, demirəm. Evə gələn kimi çimdim. Nə eləyim? Ənlik eləyim. Ənlikdəki məndə Nurfinin belə paleti var. Bu rənglərdən eləmək istəyirəm. Çox belə ənlik eləmək istəmirəm, amma ənliyi çox sevirəm. Elə xanımlar var ki, ənlik çox yaraşır. Elə xanımlar var ki, ənlik xanıma, yəni üz quruluşuna yaraşmır. Sırf konturlama məsələm yaraşır. Mənə, məncə ənlik də yaraşır. Mənə al da yaraşır, şal da yaraşır.
Bilmirəm düz dedim ya yox. Üzüm də ki sağ olsun. Lazım olan günlər səpir. Bir də ki sizə özdən bir dənə xəbərim var. Hələ açmamışam. Daha doğrusu yoldaşım açıb, mən açmamışam. Yeni kamera əldə eləmişəm. DJI Osmo Pocket 3. Bunun mikrofonu da var. Birazdan belə mikrofonlu belə götürəcəm. Məsələn, bu kremin üstünə belə bu makyajı belə eləmək lazımdır. Videolar paylaşacağım. Kameranın obzorunu çəkəcəm. Shortsda görəcəksiniz. Çox möhtəşəm kameradır. Köhnə kameramı da satmaq istəyirəm. Vloglara əgər baxmısınızsa, düşünürəm satım ya ona spuşka alım. Onu Canon varı, indi hamı çəkir. Onun kimi istifadə edeyim. Çünki baxıram ki, xarici vlogerlar Canon'ı almırlar. Daha doğrusu var bir çox vlogerlarda, amma onlar o kameraya o qədər pul vermək istəmirlər. Amma mənim Sony'm həm video çəkir, həm şəkil də çəkir. Sadəcə olaraq spuşkası yoxdur. Spuşkası hardasa 70 manatdır belə. Məncə alıb onu şəkil çəkmək üçün kamera kimi də olar istifadə etmək, amma belə satmaq fikrim var. Hələ dəqiq deyil. Satmaq istəsəm deyirəm qızlar, ondan sonra siz əldə eləyin o kameranı. Çünki çox qəşəng kameradır. Dağıma isə sonda gedəndə gloss eləyəcəm. Makyajım hazırdır. Səpkilər də belə. Saçımı indi düzləşdirəcəm. Yalnız uclarını belə biraz üstünə. Əslində keçməyi də bilirəm. Saçlarım düppələm düzdür. Daraqla keçəndən sonra. Baxın necə düzdür. Baxın, daraqla bir-iki dəfə keçdim. Düppələm düz oldu. Amma yenə də keçim də. Keçim. İndi sizə outfitimi göstərəcəm. Əslində ağlımda 2 dənə geyim var. Sadəcə şalvarlar başqa-başqadır. Amma üst geyim, aksesuardır, sumkadır, ayaqqabıdır, eyni olacaq. Deməli, bu birinci obrazdır. Bu ayaqqabı olacaq. Bu aksesuarlar və bu cins, bu kofta. Biri də qara şalvardır, dəri kimidir. O olsa sırf qara oluram da, qara pantera oluram. Amma əslində cins də belə qəşəngdir. Elə xoşum gəlir bu cinsdən. Bu cinsi Türkiyədən almışdım. Amma Trendyolda da var. Bu brend Addax-dır. Çox qəşəngdir. Özünün modeli belə boşdur. Belə əzik kimidir. Mən bunu nə qədər də ütüləsəm belə qalır. Yəni nə qədər ütülürəm, bunun stili belədir. Bu da xoşuma gəldi. Və qızıl, sırf qızıl aksesuarlar və bir dənə də qara yumru sumkam var o. İkinci obrazını da göstərirəm. Bu da bu qara şalvarlandır. Belə. Əslində kofta içəri salsam da qəşəng görünür. Bəlkə kəmər, amma yox, kəmər istəmirəm taxmaq. Ya da koftanı məncə belə də olar eləmək. Qəşəng görünəcək. Çünki kablukda olacaq, boyum hündür olacaq. Məncə belə də qəşəngdir. Ya kəməri bəlkə koftanın üstündən. Dəylərdə yazın, amma mən indi özüm gərək seçim edeyim. Sizcə necə giyinsəydim yaxşı olardı. Bu arada koftanı belə də olar eləmək. Sonra 2 çin dolar eləmək belə də. Düşünürəm bəlkə bunu giyinəyim. Ay, bilmirəm. Bəlkə orada hamıda onu giyinəcək. Nə bilim, mən doğru qapqara gedirəm. Amma qara yaraşır da qızlar. Qara qəşəngdir, hə. Bilmirəm. Evdən çıxanda görərsiniz, başqa bir şeylər giyinəcəm. Evdən çıxdım. Dedim də mən öz bildiyim kimi giyinəcəm. Özdə bu arada ayaqqabı da dəyişdim. Pəncərədən baxdım ki, çox qəşəng gün çıxıb. Səhər elə soyuq idi, yağış da damcılayırdı. Hələm pencək də istədim giyinmək, amma maşında kurtka var. Soyuq olsa lap onu giyinərəm. Dəri kurtkadır, amma belə məncə əladır. Çünki kofta istidir. Trendyoldan sifariş eləmişdim bunda. Artıq çatdım. Yolda çəkə bilmədim. Son vaxtlar Arazdan bu skandik konfetlərdən alıram. Çox qəşəngdir. Əvvəl Rossmanndan alırdım. Onun qiyməti 4 manat idi. Bunun qiyməti isə 2 manata yaxındır. Çox dadlıdır, bənzəyirlər. Outfitimi çox bəyəndim. Buradakı maşınlara çox yaraşır. Yəni. Və mən gəldim. Mən o vlogu paylaşmamışam. Bir dəfə də eventə getmişdim. Orada salam. Orada Olivia səhv etmirəmsə, bəli.
Olivia'nın eventiydi ve eynən burada keçirilmişdi. Elə bu eventdə burada keçirilib. Özümə gərək burada rəfiqə tapım. Buradan çok hoşum gelir. Özüme sok götürdüm. Eyni olsun. Çünkü burada kim var? Ayka. Artık demək olar ki, blogerlar yığışır. Düzün desəm çox adamı tanımıram. Burada bir de Aykan'ı tanıram. Bir de var aslında sadece ne bileyim tanış deyilik, tanış olmaq lazımdır. Amma bilmirəm, bir ox atan olaraq nətər yaxınlaşmaq. Salam, siz nədən olmaq olar, elə deyil. Mən sizi izləyirəm. Sizə deyə bilərəm. Çünki məndə elə şey yoxdur ki, belə utanım. Ya burada nə var ki, yəni bu event onun üçündür ki, tanış olmaq üçün. Ona görə gedək tanış olaq. Bloggerlik. Sistemde devam edenler kazanacak. Yine diyorum bu sistemde devam edenler, emek verenler hep kazanacak. İyi ki böyle bir sistem var. Çok duygusal açıdan da bakıyorum bazen ben. Çünkü bazılarına gerçekten bir gelir kaynağı oldu. Çok güzel bir... En sevdiğim an. Ne seçim? Görəsən özümə. Baxın görüm nə var, nə yox. Onun kabına gidene bak. O dadlı olmayacak ama. Böyle desertiklarda götürdüm. Ben hele işine götürmemişim. Taco ama dadlı da toyuqla da bu da ətli deyirsən. Aykay baxın nəyə gedib götürüb. Bütün zeytunları oradan yığıb gətirib bura. Ama çok dadlı, lezzetli zeytundu bu arada. Biz artık gedirik. Birçok varı getdi. Biz də Ayka ilə baxdıq, gördük, amma gedib söhbət elədik. Amma darıxdıq. Ona görə gedirik evə. Burada isə Ayka ilə bir neçə aydır danışmırdıq. Amma görüşən kimi o qədər söhbət etdik ki, xahiş edirəm ki, sizdən vlogu sona kimi izləyəsiniz. Sizə bir şey danışacağım. Çox sağ olun. Sizə bilirəm ki, maraqlıdır. Ayka ilə mənim aramda nə olmuşdu? Nə mən, nə Aynur, nə rəylərdə, nə videoda bu haqda danışmamışıq. Çünki biz negativ bir şeylər istəmirik paylaşmaq və qalmaqal, yəni biz elə bloger deyilik ki qalmaqalla kütləmizi saxlayırıq, səhifəmizi böyüdürük, ki qalmaqalla belə də populyarlaşmışıq. Biz elə bir insanlar, bir blogerlar deyilik və ən əsası biz elə rəfiqə də deyilik ki, öz şəxsi məsələlərimizi hamı ilə bölüşək. Nə o, nə mən istəmədik paylaşmaq. Çünki bu bizim aramızda olan bir şeydir. Okey, biz blogerik indi, biz vlog çəkirik. Təbii ki də biz bunu sizlə paylaşmalıyıq. Və mən qərara gəldim ki, artıq hər şey yaxşıdır. Pozitiv, ancaq pozitiv olsun bundan sonra. Rəylərdə də istəyərdim ki, negativ rəylər yox, ancaq pozitiv rəylər. Əgər negativ rəyləriniz varsa, çox xahiş edirəm, yazmayın. Yazsaz belə, yəni mən silirəm. Çünki mənim xoşum gəlmir. O mənə pis təsir edir, pis enerji verir. Mən necə varamsa beləyəm. Mən Aynura da dünən dedim ki, mən sabahki vlogda hər şeyi danışacağam. İstəyirsən sən danış, sən danışma. Mən amma danışacağam. İndiyənə kimi nə o, nə mən demirdi. Amma əslində necə oldu, nə oldu? Onu danışmaq istəyirəm. Əslində biz özümüz də bilmirik necə oldu. Çünki mən hamilə idim və o ərafədə ola bilər ki, emosional idim. Ola bilər ki, emosional idim, hamilə idim, çox kövrək idim, hər şeydən küsürdüm. Kimsə mənə belə nəsə belə desə, ağlayıb küsərdim, gedərdim belə. O ərafələr də ola bilərdi. Yəni Aynur da insandır. Bəlkə onun da emosiyası, bəlkə onun da yəni aqressiyası üst-üstə düşdü yəni və bir-birimizi bloka atdıq. Sadəcə o Türkiyədə olanda olmuşdu. Amma Bakıda olanda artıq bu başlamışdı bu proses. Aynur deyirdi ki, gedək ad gününə, digər rəfiqəsinin ad günü idi. Mən dedim ki, hə gedək. Sonra hamilə idim deyə dedim ki, yox, mən gedə bilmirəm, məndə toksikozdur. Hə, o məndən incidi, çünki mən ona dedim gedək, sonra getmədim. Mən də ondan incidim. Amma bilirsiniz, biz dünən böyük insanlar kimi
oturduq, bütün məsələləri həll etdik, danışdıq, ondan da sonra barışdıq. Dedik ki, bir də dalaşsaq, saç yolda olacaq. Hə. Və o vaxtı biz bunu eləmədik. Yəni böyük insanlar kimi, ikimiz də uşaqlıq elədik, oturub danışmadıq. Instagramda sözləşdik, bir-birimizi bloka atdıq. Və dünənə qədər də heç bir dəfə də olsa nə o mənə yazıb, nə mən ona yazmışam, nə videoda ad çəkilib, nə rəydə belə. Deməli, nə olmuşdu? Hə, o məsələdən sonra hamı başladı YouTube'da, Instagramda yazmağa ki, niyə siz Aynur ilə vloglar çəkmirsiniz, deyəsən bir-birinizdən uzaqlaşmırsınız, bir-birinizi izləyirsiniz, amma danışmırsınız. Bilirsiniz, mən hamilə idim və son 3 ay mən çölə çıxmırdım çox da. Harasa getsəm belə yoldaşımla gedirdim. Çünki o hər dəqiqə yanımdaydı. Bilirsiniz, belə nastriyomida, mamamla idim. Yəni o hamiləlikdə mən o kafada deyildim ki gəzim, belə, bilirsiniz, biraz belə ancaq telefonla danışırdıq Ayka ilə, belə səhər yeməyinə getmişik bir neçə dəfə, amma o, yəni hamiləlikdir də, qoy 1-2 ay, 3 ay uşaq gələcən, sağ-salamat, sonra nə istəyirsən edəyək, belə. Elə olurdu ki, mən ona yazırdım, onda alınmırdı. Yəni insanıq da, normal bir şeydir. Yəni bu ərəfədən də sonra elə oldu ki, biz uşaq oldu, da normal danışırdıq. Sadəcə aramızda o küskünlük var idi də, bilirsiniz. O mən ona dedim ki, ad gününə gələcəm, sonra Breska dedim ki alınmır. O məndən küstü, digər qız da məndən küstü. Ad günü idi ya, hə, ad günü deyildi, çox üzr istəyirəm. Xəstəxanadan çıxış idi. Digər rəfiqəsində uşağı olmuşdu. Xəstəxanadan çıxış idi. Mən də dedim ki, gəl 40-ına gedək. Amma ilk öncə o birisinə razılaşmışdım da ki, выпискaya çıxışa gedək. Sonra da dedim, alınmır da məndə. Nəysə, məndən küstü, belə elə mən də ondan küstüm ki, o məni niyə başa düşmür. Yəni də uşaqlıq elədik, həqiqətən də hər ikimiz də uşaqlıq elədik. Və Türkiyədə gedəndə belə bir şey yazanda rəylərdə, mən də yazdım ki, rəylərdə ki, hə, bizim aramızda incilik var. Amma mən Ayka ilə dalaşıb eləməmişəm. Yəni necə var, elə rəy vermişəm. Və hansısa izləyici, bilirsiniz, izləyicilər elə bil bizi dalaşdırmaq istəyirlər. Bunu belə eləməyin qızlar. Bundan sonra rəylərə fikir verməyəcək. Nə mən, nə Aynur. İzləyicilər Aykaya yazırdılar ki, Nərminə bax, sən haqda nə yazıb? Ay, o səndən dostluq eləmək istəmir. Ay, paxıllıq var. Bizim aramızda paxıllıq yoxdur, qızlar. Onun tam ayrı stili var. Mən tam ayrı stildəyəm. Ayrı kafadayıq ikimiz də. Bizim kontentlərimiz belə fərqlidir, yəni bilirsiniz, çox fərqlidir. Biz ikimiz də bir-birimizə bağlıyıq. Yəni necə? Özümüzə bağlıyıq. Nə o, nə mən çox belə açıq, ünsiyyətli insanlar deyilik. Hələm Türkiyədən sonra mən biraz elə olmuşam. Və bu da bizi yaxınlaşdırıb, bilirsiniz, biz Ayka ilə artıq 3 ilə yaxındır ki, tanışıq. Və biz hər gün belə super wow görüşməmişik. Biz belə insanlarıq, yəni. Sadəcə bir dəfə bizim aramızda o konflikt oldu və bundan sonra inanıram ki, bir də olmaz. Nəysə, Türkiyədə də olanda o mənə yazdı ki, sən belə bir rəy yazmısan, bizim aramızda nə incilik, küskünlük var ki, mən də dedim, yoxdur ki, bəs neçə aydır danışmırıq, mən də artıq Türkiyəyə köçdüm və həmişəlik Türkiyədəyim. O ərəfədə elə bildim ki, həmişəlik olacam da, Türkiyədə qalacam. O da mənə yazdı ki, onda bir də mənim adımı çəkmə, götür mənə blokad. Mən də digər akkauntumdan girdim, yazdım, ona 5 dəqiqəlik səs göndərdim ki, sənin mənim kimi rəfiqən olmayacaq, sən mənim xətrimə dəydin, mən hamilə idim, belə. Sonra nə qədər izləyicilər hətta barışdırmaq istədi bizi, yazırdılar, niyə bunlar dalaşıblar, nə olub, bizə niyə demirsiniz, kimsə ona nəsə eləyib, kimsə kimləsə bəlkə nəsə danışıb eləyib, amma ortalıqda heç kəs heç nə demədi, yəni demədiyinə görə, çünki səbəbə baxın bir dənə, yəni bu səbəbdirmi? Mən indi düşünürəm ki, bu, yəni, o nə idi də? Yəni, bu idi. Küskünlük, emosiya, ona görə qızlar, rəfiqələrinizlə emosiyalar ilə, emosiya danışa bilərsiniz, hə, tupitsa, hə, dura, belə. Amma
nəyisə deməmişdən öncə fikirləşin qızlar. Nə qədər də bilsəz ki, o sizin rəfiqənizdir, mən onu 100% tanıyıram, o sizdən küsə bilər, hansısa bir hərəkətinizə inciyə bilər. Məsələn, dünən Ayka mənə elə şeylər dedi ki, mən ona nəsə söz atmışım və özüm də bilməmişəm ki, o Aykanın xətrinə dəyə bilərmiş. Eləcə də Ayka mənə belə sözlər deyir. Ayka bilə bilməzdi ki, o mənim xətrimə dəyə bilərdi. Yəni, bildiniz nə demək istəyirəm. Belə bir şeyin olmasını biz ikimiz də istəmərik. Ona görə dünən qucaqlaşdıq, öpüşdük, barışdıq. Belə. Yəni, bütün bu ayların sirləri bu idi, yəni. Yəni, aramızda hal-hazırda heç bir söz-söhbət yoxdur. Heç kaşki olmazdı da. Əgər Ayka, Aynur, bu vloqa baxırsansa, yəni bir-birimizdən dünən də dedik, üzr istəyirik. Mən səni çox istəyirəm və istəməzdim belə bir şey olsun. Çünki sən də bizə evə gəlmirsən, mən də sizə evə gəlmişəm. Dəfələrlə olub. Demək olar ki, ailələrimiz də bir-birini tanıyır. Yəni, belə. Kaş ki, belə bir şey heç olmazdı. Ümumiyyətlə, mən xoşlamıram söz-söhbət olanda. Bu rəfiqə olsun, bu anan olsun, bu uzaq qohum olsun. Yəni, əgər bilirsən ki, danışmayacaqsansa, sakitcə aralaş. Biz elə bir aralaşdıq da belə, amma bizi görən kimi gördü ki, yox da, maqnetik də, yəni, bildik necə. Yəni, belə, əsas bu idi səbəb. Məncə, indi rahatlaşın, rahatçılıq. Nədən mən istəmirəm ki, bizi Aynur ilə hamı iki YouTuber, bloger kimi belə rəfiqə, yəni sırf biz buna görə rəfiqə deyilik. Yəni o vaxtda heç məndə YouTube da yox idi, heç Aynurda Azərbaycan dilli Instagram da yox idi. Yəni biz dostluq etdikdən sonra bu səhifələr bizdə yarandı. Amma biz bu səhifələrə görə dostluq etməmişik. Biz heç vaxt reklam xatirinə görə, ay sən məni storiesdə paylaş, ay sən mənə like eləyərsən, ay sən məni YouTube'da paylaşarsan, elə bir şey olmaydı. Sadəcə bilirsiniz, iki böyük insan kimi danışmadıq, uşaqlıq elədik. Və belə bir şey baş verdi. Belə. Bu vlog çox səmimi oldu. Bu vlogu bəyənsəniz, abunə olsanız çox sevinərəm. Və kameramda unpacking elədim DJI Osman'ı. Bundan sonra indi telefona çəkirəm. Bundan sonra keyfiyyət daha yaxşı olacaq. Əslində indi telefondan çəkirəm. Görürəm ki, yaxşıdır keyfiyyət. Kinefektlə çəkirəm. Belə. Məncə ürəyiniz rahatlasın.